Almazda dünya standartlarının qəbul etdiyi əsas 4K'dır. Karat, color, clarity və kat. Nə qədər daş almazımız böyük olarsa, o qədər daha çox qiyməti artar. Almazın rəngi nə qədər ağ olarsa, onun qiyməti bir o qədər daha artır. Və ən sonda Z. Bunlar sarıya doğru. Amma bunlardan sonra da fancy rənglərimiz gəlir. Daha sonra içərisinin təmizliyi. Nə qədər təmiz olarsa, o qədər daha bahalı almazdır. Amma içlərindəki hər bir nöqtə də unikaldır. Daha sonra kəsim. Almazın kəsimi nə qədər gözəl olarsa, o qədər üstünə düşən hər bir şua o gözəl şəkildə yuxarı yansıyacaqdır. Və əlbəttə ki, kəsimdə ən ideal kəsim Marcel Talkovski tərəfindən 1919-cu ildə riyaziyyatçı, alim və almaz ustası Talkovski tərəfindən hazırlanmış kəsimdir. Və bu bilgiləri siz bizə gəlib Azərbaycan Daimat Laboratoru tərəfindən aldığınız hər bir zinət əşyasına sertifikat aldığınız zaman bu məlumatları ən gözəl şəkildə ala bilərsiniz.